Salam əziz müəllimlər, şagirdlər. Səhifə 26, 11-ci sinif ingilis dili dərsində dərsimizi davam edirik. Exercise number 1. Each of the words in bolds is in the wrong sentence. Put the words in sentences they belong to. Deməli, uyğun olan sözləri düzgün yerə qoymalıyıq. Baxaq birinci cümləmizə. My friend is an expert at finding any kind of information. Mənim dostum hər hansı bir məlumatı tapmaqda bir ekspertdir. Impression'ın yerinə expert qoyacaq. İkinci cümlədə the children are encouraged to follow their natural curiosity. Uşaqlar öz təbii maraqlarını izləməkdə həvəslidirlər. Üçüncü cümləmizi oxuyuruq. His constant criticism made her life a misery. Onun daimi tənqidi onun həyatını bir əzab-əziyyətə çevirdi. Let's read the first sentence. Patience is a very attractive personality trait. Səbirlilik cazibədar şəxsi bir xarakterdir. Deməli, səbir, yəni səbirlilik, səbir çox cəzb edici şəxsi bir xasiyyətdir. Trait olacaq orada. Beşincidə I must correct a false impression that I gave you just now. Mən deməli, impression oldu təəssürat. Sənə deyir indicə, məhz indicə verdiyim saxta təəssüratı düzəltməliyəm. Çalışma 2-də choose the correct word to complete the sentence. Cümlələri tamamlamaq üçün düzgün söz seçin. Birinci cümlə. They claim that I am wrong. Onlar iddia edirlər ki, mən səhvəm. But I will. Burada resist müqavimət göstərməkdir. Əvvəlki dərsimizdə izah eləmişəm. Biz prove, sübut etmək sözünü keçəcəyik. Deməli, but I will prove to them that I am right. Onlar iddia edirlər ki, mən səhvəm, lakin mən sübut eləyəcəm ki, onlara mən haqlıyam. İkinci cümləmiz, I need a break, reflect. I need a break to reflect on what I have done so far. So far, indiyə qədər deməkdir. Deyir, indiyə qədər etdiklərimi ölçüb biçəcəm. He found it very difficult to justify his decision. O, öz qərarını bəraət qazandırmaqda biraz çətinlik çəkdi. Dördüncüdə, everyone so busy that none of them noticed the changes. Hər bir kəs elə məşğul idi ki, heç kəs bu dəyişikliyi görə bilmədi, müşahidə edə bilmədi. Beşinci cümləmiz, the police thought that his explanation were perfectly reasonable. Burada curious, hər şeylə maraqlanan yox, reasonable, ağla batan sözünü götürürük. Deyir ki, polis fikirləşirdi ki, izahat ağla batan idi. Üçüncü tapşırığımıza keçirik. Write included questions using the phrases given in brackets. Zeroda cavab yazılıbdır. Deməli, çevirmələr eləyəcək cümlələrdə. Did you have any trouble with your last assignment? Axırıncı tapşırığında hər hansı bir çətinliyiniz var idi? I would like to know if you had any trouble with your last assignment. Mən bilmək istərdim, sizin axırıncı tapşırığınızda bir çətinliyiniz var idisə, var idimi? Birinci cümləmizi oxuyuruq. Will the library be closed during vacation? Will be closed, bu bilirik ki, future simple'ın passive formasıdır. Gələcək sadə zamanı məchul növüdür. Məchul növdə bilirik ki, gələcək sadə zaman məchul növü will be, üstəgələ participle to ilə düzəlir. Deməli, çevirmədə ümumi sualdır. Belə çevirəcək. Do you know if the library will be closed? Bilirsən, kitabxana bağlanıbsa, yəni də bunu bilirsən. İkinci cümləmiz, is the teacher going to show a film today? Ümumi sual cümləsidir. Deməli,
Müəllim bugün film göstərməyə hazırlaşır. I have no idea if the teacher is going to show a film today. Müəllim bugün film göstərməyə hazırlayacaqmı? Bunun haqqında deyir, mənim bir ideyam yoxdur. Let's read the third sentence. Do we have any assignments for tomorrow? Sabaha hər hansı bir tapşırığımız var. Could you tell me if we have any assignment for tomorrow? Deyə bilərsiniz, sabaha bizim hər hansı bir tapşırığımız varsa. Okay, let's read the fourth sentence. Have you received your feedback yet? Feedback, rəy. Deyir ki, rəy almısan? I wonder if you have received your feedback. Mən maraqlanıram, sən rəy almısanmı? Let's read the fifth sentence. Beşinci cümləni oxuyuruq. Did I miss anything important yesterday? Dünədir hər hansı bir vacib şeyi mən buraxdım. Can you tell me if I missed anything important yesterday? Dördüncü tapşırığa keçirik. Look at these pairs of job interview questions and decide which is correct. Baxırıq, düzgün cümləni seçəcəyik. Baxırıq. Please tell me what you studied at university. Zəhmət olmasa mənə deyin görüm. Dünə universitetdə siz nə öyrəndiniz? Baxırıq B-yə. A düzgün cavabımızdır. B-də what'dan sonra did olmalı deyil. Keçirik 2-yə. Can you tell me how long you have been working in the banking sector? Deyə bilərsiniz, nə qədər müddət siz bank sektorunda işləmisiniz? Cavab A-dır. B-də can you tell me how long have olmalı deyildi. You have. Çünki köməkçi feil önə keçməməlidir. Mübtədə sonra köməkçi feil olmalıdır. Deməli, B variantında have, you have olmalıydı. Have you-dan qabağa keçməməliydi. 3-ə baxırıq. Could you tell me why you want this job? Bəli, bu düz cavabımızdır. B-də could you tell me why do orada olmamalıydı. Do artıqdır. 4-cü cümləmizə baxırıq. I would like to know how long were you yox, you were olmalıydı. A səhvdir. I would like to know how long you were with your last company. Mən bilmək istərdim ki, siz öz axırıncı şirkətinizdə nə qədər müddət oldunuz. 5-ci cümlədə I am just wondering why did orada olmalı deyildi. Cavab B variantıdır. I am just wondering why you left your previous job. Mən maraqlanıram, niyə görə siz əvvəlki işinizi tərk etdiniz? 6-cı cümləmizə baxırıq. And finally, can you tell us what salary you expect? Və nəhayət deyə bilərsiniz bizə nə qədər maaş siz gözləyirsiniz? B-yə baxırıq, cavab A variantıdır. B-də and finally, can you tell us what salary do orada səhv idi. Yəni do artıqdır orada. What salary you expect olmalıydı. Deməli 6-da cavab A variantı. Keçirik növbəti səhifəyə 6-cı tapşırığımıza. Read the text below and decide which answer A, B or C best fits each gap. Mətni oxuyuruq və burada baxın A, B, C variantlardan birini, yəni uyğun olan variantlarını yerinə qoyacağıq. Baxırıq birinciyə. Əvvəlcə başdan oxuyaq. Self-concept is the image or the idea that we have about ourselves. Şəxsiyyət anlayışı elə bir imicdir ki, və yaxud da ki, elə bir fikirdir ki, o bizim özümüzə məxsusdur. Charles Horton Cooley, 1964. Zero, orada cavabı qoyulub, deməli, suggested-dir. Deməli, suggested that our self-concept comes from looking at how others, birincidə göstəririk respond. Birincidə A variantını götürürük. Respond to us. Charles Horton Cooley təklif edirdi ki, bizim şəxsiyyət anlayışımız başqalarının bizə necə baxmalarından irəli gəlir.
This process, which is known as the looking glass self, involves looking at how others view us and make judgments about. 2-də cavab 1-ni götürürük. Whether, bilir ki whether də if əvəzəyir. Whether we are good or bad, strong or weak, beautiful or ugly, and so on. Bu proses, bu vəziyyət, hansı ki tanınır güzgü kimi, bu cəlb eləyir və başqalarının bizə necə yanaşmasından asılıdır və başqalarını bizi necə mühakimə etməyindən asılıdır. Məsələn, biz yaxşıyıqmı, pisikmi, güclükmü və ya zəiflikmi, gözəlik və ya eybəcərlikmi və s. Of course, we don't always interpret their. 3-də götürürük cavabı C. Deməli, their responses correctly. So, our self-concept is not a reflection of the views of others. Interpret bilirsiniz ki, həm şifahi tərcümə etməkdir, amma eyni zamanda şərh etmək, başa salmaq, izah etmək kimi də tərcümə olunur. Əlbəttə ki, biz həmişə onların cavablarını şərh etmirik. Düzgün şərh etmirik. Beləliklə də bizim şəxsiyyət anlayışımız başqalarının bizə baxışlarını əks etdirmir. After forming an initial self-concept, we use our existing self-concept to sort our responses that do not fit our ideas of. 4-də götürük who, cavab C, who we are. Deməli, şəxsiyyəti biz özümüz formalaşdırandan sonra biz artıq mövcud olmuş şəxsiyyət anlayışını özümüz izah eləyirik. Hansı ki, bizim ideyalarımızın deməli, bizim fikirlərimizə yaraşır və biz özümüz cavab veririk. Özümüz bilirik ki, bizlər kimik. Think of times in your life when you felt more. 5-də A variantını götürürük. Self-conscious and found yourself standing in the corner at a party, waiting for someone to talk to you. O vaxtlar haqqında fikirləş ki, öz həyatında. Deməli, öz həyatında o vaxtlar haqqında fikirləş ki, sən daha çox hiss eləyirsən özünə inamı və elə bir vaxtları da tapırsan, yadına gəlir ki, sən partidə, bir qonaqlıqda, bir küncdə oturmuşdun və yaxud da ki, gözləyirdin ki, kimsə səninlə nəsə danışacaq. In fact, preschool is when we experience the process of the looking glass self. 6-da götürürük. The most. Deməli, bir də oxuyuram. In fact, preschool is when we experience the process of the looking glass self the most. Əslində, in fact, əslində, hələ məktəbdən əvvəl bu elə bir prosesdir ki, biz artıq o şəxsiyyəti formalaşdırmağa başlayırıq. Later in life, we also experience this process when we are in a new school, new job, or are taking on a new role in our personal lives and are trying to judge our own performance. 7-də C variantını götürürük, judge. Sonralar həyatda biz həmçinin bu prosesi artıq təkmilləşdiririk. Biz yeni məktəbdə olanda, yeni işdə işləyəndə və yaxud da ki, şəxsi həyatımıza yeni bir rolda və çalışırıq ki, özümüz öz şəxsi davranışımızı mühakimə eləyək. When we are gain, 8-ə cavab A-nı götürürük. When we are gain more self
confidence and feel more sure of who we are, we focus less on how we appear to others. Biz artıq daha çox özünə əminliyi əldə eləyəndə və daha çox əminik ki, artıq biz kimik, biz daha az fokuslanırıq ki, biz başqalarına necə görünürük. Keçirik növbəti səhifəmizə, Mistake Detector-a baxırıq. Mistake Detector, read the sentences. Some of the shaded words and phrases have mistakes. Find 10 mistakes and correct them. Cümlələri oxuyuruq, kölgəli sözlərimizə fikir veririk. Bu frazalarda bəzi səhvlər var. 10 səhvi tapırıq və onları düzəldirik. Birə baxırıq. Before I moved to Italy, I had a lot of decisions to make. İtaliya köçməzdən əvvəl mənim çoxlu qərarlarım vardı ki, hansı ki mən onları yerinə yetirmək istəyirdim. I wasn't sure whether I should sell my furniture or not. Mən əmin deyildim. Mebelimi satım yoxsa yox. I wondered, bu eyin yerinə o qoyuruq. Wondered. Bu kölgəli sözə fikir veririk. Burada səhv var. İkinci hərfimiz e yox, o olmalıdır. Çünki bu avara-avara gəzməkdir. Amma wonder, mən maraqlanıram ki, kimi tərcümə olunur. Deməli, dedik ki, wonder, avara-avara gəzmək yox. Burada maraqlanmaq kimi eyin yerinə o olur. İkinci cümləmizdə, birin ikinci cümləsində. Deməli, I wondered, eyin yerinə o qoyuruq. It would be cheaper to buy new furniture after I arrived in Italy. Arrive, gəlib çatmaq deməkdir. Bilirsiniz ki, şəhərlərdən qabaq in, başqa yerlərdə at yazılır. Məsələn, I arrived at the police station. Amma I arrived in Italy, I arrived in Baku və s. Mən maraqlanıram ki, mən İtaliyaya gəlib çatandan sonra yeni təzə mebel alacaqmı və bu da daha ucuz olacaqmı? However, I was surprised when I found out how much new furniture cost. Burada did olmalı deyil. Did burada artıqdır. Kölgəli sözlərdə. Deməli, did artıqdır. Olur, however, I was surprised when I found out how much did yox, new furniture cost. Deyir, lakin mən təəccübləndim ki, aşkara çıxardanda ki, təzə mebel neçəyə dəyir. Cost qiyməti olmaq, dəymək. Yəni, qiyməti nə qədərdir? Belə tərcümə edirik. Ever since I remember, I have been an extremely curiosity, hər şeylə maraqlanma, amma curious maraqlanan. Bizə extremely'dən də sonra biz bilirik ki, sifət həmişə işlənir. Deməli, ever since I remember, I've been an extremely curious person. Yadıma salandan bəri ki, mən olduqca maraqlanan, yəni hər şeylə maraqlanan bir şəxs olmuşam. Even if I knew my parents would be angry that I was breaking something apart to learn how it works, that never stopped me from feeding my curious mind. Hətta bilsəydim ki, valideynlər məndən acıqlanacaqlar, çünki mən nəyisə necə işləməyindən ötürü mən onu sındırmalıydım. Hətta deyirəm, valideynlərim maraqlansa belə, bu mənim hər şeylə maraqlanan fikrimi dayandırmazdı. 3-ə keçirik. 3-cü cümlə. I've always wanted to know why was burada artıqdır. Why Robert was? Çünki bilirik ki, çörmədə mübtədadan sonra köməkçi fe'l gəlir.
Deməli, I have always wanted to know why Robert was so narrow-minded. Narrow-minded, dar fikirli. Mən həmişə istəmişəm biləm ki, niyə görə Robert belə dar fikirlidir? Well, part of the reason might be that travel broadens the mind and he has never stepped foot outside of this town. Deyir, səbəbin də biri bu ola bilər ki, biz bilirik ki, səyahət dünya görüşünü genişləndirir və o da Robertdən söhbət gedir. Şəhərdən qırağa heç vaxt ayağını basmayıb. Step foot, ayaq basmaq kimi tərcümə olunur. Belə çıxır ki, səyahət eləməyib deyənə o dar fikirlidir. Nəysə. Növbəti cümlə. The zoo makes a really good first impression with wonderful exhibits as you enter the park. Deyir, siz parka daxil olan kimi heyvanxana doğrudan da çox gözəldir sərgiləri ilə birinci yaxşı təəssüratını yaradır. But the more you explore, the less impressive it becomes. Burada impressively yox. Deməli, less impressive it becomes olur. Çünki bilirik ki, become link feildir və burada zərf yox, sifət gəlməlidir ondan sonra. Məsələn, taste, sonra look, görünmək kimi, taste, dad vermək kimi, sonra feel, bunlar yəni become'dır. Bunlardan yadda saxlayın ki, bunlar olanda zərf yox, sifət işlənir. Deməli, nə qədər çox deyir tədqiq eləsən də, amma bu daha az təsirli olur. Keçirik 5-ci cümləyə. Contrary with yox, contrary to-dur da, əksinə olaraq kimi tərcümə olur. Deməli, contrary to popular belief, wild animals don't often attack humans. Məşhur inancın əksinə olaraq, vəhşi heyvanlar tez-tez insanlara hücum etmirlər. When they do, human actions are often responsible. According to a new study, burada səhv görmürəm, deyir, yeni tədqiqata görə, yeni araşdırmalara görə, onlar bunu edəndə, yəni hücum eləyəndə, elə deyir, insanlar tez-tez buna səbəb olurlar, məsuliyyət daşıyırlar, məsuliyyətli olurlar. Threatening acts like feeding bears, belə təhdid edici aktlar, məsələn, hərəkətlər, act hərəkətdir, məsələn, ayını yedirtmək kimi, like burada kimi tərcümə olunur, or trying to take a selfie və yaxud da ki, selfie şəkil çəkdirmək with a bear are clearly bad life choices. Bu deyir, həqiqətən də pis həyat seçimləridir. Növbəti cümləyə keçirik, 6-ya. Ask follow-up questions to learn more about the situation. Burada səhv yoxdur, kölgəli sözdə. Deyir, vəziyyət haqqında daha çox şey öyrənmək üçün əlavə suallar ver. Follow-up, əlavə suallar ver. However, it is important to be friendly and choose questions that inspire additional conversation rather than causing the person to become defense yox. Become'dan sonra bilirik ki, bayaq dedik ki, link feildir və zərf yox, sifətgər, amma heç burada zərf də deyil, müdafiədir defense. Biz eləməliyik defensive, müdafiədə duran, müdafiə eləyən kimi tərcümə edirik. Necə sualına cavab verməlidir? İndi tərcümə eləyək. Lakin çox vacibdir ki, səmimi olasan və sualları seçəsən, hansı ki, bizi ilhamlandırır daha əlavə söhbətə, nəinki müdafiədə durmaq mövqeyini seçəsən. 7-ci cümləyə baxırıq. Leaders are typically people-oriented and team players. Liderlər səciyyəvi olaraq insanlara qaynayıb qaynaşan və komanda oyuncusu rolunu oynayırlar. Bilirik ki, hər bir liderin bir komandası olmalıdır və o komandadan istifadə etməlidir. Yəni, hərəsinə bir iş tapşırmalı, özünü onlardan da yuxarı tutmamalıdır və bu da müdirdən lideri
fərqləndirir. Nəysə, keçdik növbəti cümləyə. Deməli, they are able to foster a team culture, involve others in decision making and show concern for each team member. Burada mən səhv görmürəm. To be able to'dan sonra birbaşa feil gəlir. Bu da düzgündür, məntiqlidir. Deməli, onlar komanda mədəniyyətini yarada bilirlər. To be able to kəndən sinonimdir, bacarmaq, bilmək. Başqalarını da qərar qəbul etməyə cəlb eləyirlər. And show concern for each team member və hər bir komanda üzvü üçün narahatlıq göstərirlər. Onlar üçün narahat olurlar, yəni. Növbəti cümlə, by being people oriented, deyir, insanlara qaynayıb qarışan olmaqla leaders are able to energize and motivate others. Yenə dedik ki, to be able to'dan sonra motivate feil gəlməlidir. Sifətin burada yeri yoxdur. Dini pozuruq gedir. Motivate deməli motivasiya eləmək, həvəsləndirmək. Deməli people oriented olmaqla, yəni insanlara qaynayıb qarışan olmaqla rəhbərlər enerjili ola bilir və başqalarını həvəsləndirə bilir. 8-ə keçirik növbəti cümləmiz. People who ask questions have high emotional intelligence and a greater understanding of the world around them. Plus, people like them more. İnsanlar kim ki suallar soruşur, onların daha yüksək emosional kübarlığı, intelligens deməli, ağlı olur və daha çox ətrafında onları nə əhatə eləyir, daha çox deyir, dünyanı dərk etmə, başa düşmə hissləri olur və üstəgəl də insanlar onları daha çox sevir. 9-cu cümləyə keçirik, 8-də səhv yoxdur. I often wonder that, zətin burada yeri yoxdur. Zət nəqli cümlələri bir-birinə birləşdirir. Sonra həm də yes, no sual cümlələrində və yaxud da ki what question cümlələrində zət istifadə edilmir. Bunu yadda saxlayaq. Və ümumi sualı çevirəndə if-dən, vəzədən istifadə edirik. Yenə deyirəm, zətdən istifadə etmirik. Deməli, I often wonder how he was able to win the quiz show as he didn't study well at school. Mən həmişə tez-tez maraqlanıram ki, axı o necə Viktorinada qalib gələrdi, çünki o məktəbdə elə də yaxşı oxumurdu. 10-cu cümləyə keçirik. Deməli, burada zət ixtisar olunur. Onda da zət ixtisar olunur. I have no idea whether my answers were reasonable in the job interview. I hope they will hire me. Mənim heç bir deməli, iş deyir müsahibəsində mənim cavablarım deyir ağla batan idi, reasonable, məntiqli, ağla batan idi və ümid edirəm ki, onlar məni işə götürəcəklər. Bu qədər əziz müəllimlər, şagirdlər, növbəti dərslərimizdə görüşənədək.